atası Bakı Kasıb Başmaqçı ailəsindən anadan olmuşdur. Anası Ümmiyə xanım Zeynəb Abid təqribən 10 yaşlarında vəfat etmişdir. Atası onu bir bəndən yanına usta işçisi kimi göndərir və o artıq 12 yaşında daş yonmağa başladı. 15 yaşında isə bənalıq etməyə başlamışdı. Bir müddət tikinti işlərinə məşğul olmuş və təşkilatçı kimi tanınmağa başlamışdı. Fərqli olaraq Hacı Zeynalabdin Tağıyev halal zəhməti, alın təri ilə qazandığı sərvətini, milləti, onun maariflənməsi, mədəni xalqlar səviyyəsi yüksəlməsi yolunda sərf etdi və tarixdə xalqın yaddaşında sərvət və səxavətlə məşhur hacı kimi əbədiləşdi. Hələ 1895-ci ildə Mərdəkanda fəaliyyətə başlamış Bağçılıq məktəbi kimi məşhur olan təhsil müəssisəsi də Hacı Zeynalabdin Tağıyev kimi təsis edilmiş və ilk internat tipli təhsil müəssisəsi idi. Məktəbin xərcləri Hacı Zeynalabdin Tağıyev tərəfindən ödənilmişdir. Bakı Dumasının deputatı kimi Hacı Zeynalabdin Tağıyev kommersiya məktəbinin açılması tələbini irəli sürdü. O 1900-cü ildə məktəbin binası üçün yer aldı və binanın layihəsi təsdiq edildi, bina tikildi, məktəb açıldı. Hacı bu tikintiyə 50 min manat pul xərclədi və fəxri himayəçisi qəbul olundu. Hacı Zeynalabdin Tağıyevin mesenaslıq və xeyriyyəçilik fəaliyyətinə görə 1907-ci il 25 yanvar Rusiyanın sonuncu çarı 2. Nikolay tərəfindən Rusiya İmperiyasının həqiqi mülki müşaviri rütbəsini aldığı geniş səlahiyyətlərə malik idi və bu məqsədlə ona Tağıyev marşı bəstələnmişdi. Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik və mesenaslıq fəaliyyətində zirvə hesab edilən Bakıda Rus Müsəlman Qadınlar Məktəbi Hacı Zeynalabdin Tağıyev uzun illər mübarizə aparmış və nəhayət 1901-ci il oktyabrın 7-də məktəbin açılmasına nail olmuşdur. Ədib Ömər Faiq Neymanzadə qız məktəbinin açılmasından danışaraq qeyd edirdi ki, Bakıda Tağıyevin qız məktəbinin açılmasını görməsəydim, Bakının maarifi üzərinə qara bir cizgi çəkəcəkdir. 1890-1917-ci ildə Hacı Zeynalabdin Tağıyev təhsil alan tələbələr üçün xeyli vəsait sərf etmişdi. Bu hadisə bir deyil, 5 deyil, minlərlə. Sovet dövrünün repressiyalarına tuş gələn Tağıyevlər ailəsinin üzvləri pərən-pərən düşdü. Ən çox müsibətlərə düçar olan Sara xanım Sovet dövrünün bütün faciəli həyatını atasının həqiqi təmiz adının bərpası uğrunda mübarizəyə həsr etmişdi. Hacı Zeynalabdin Tağıyevin maarifçilik fəaliyyətinə dair araşdırmalar aparsa da istədiyinə nail ola bilməmişdi. Sara xanım ömrünün son vaxtlarında Hacı haqqında həqiqətlərin üzə çıxdığı 1991-ci ildə 92 yaşında dünyasını dəyişdi. Talihinin işinə bax. Sara xanım anadan olduğu 70 il həndəvəsində buraxılmayan ata evindən indiki Milli Azərbaycan Tarixi Muzeyi yerləşən binadan son mənzilə yola salındı. Atasının yanına dəfnedildi. Sözlərin müəllifi nə şair, nə yazıcı, nə də dövlət xadimidir. O sadəcə olaraq xalq üçün yanan, zəhmətkeş, varını bütə döndərməyən, onu xalq üçün sərf etməyə hazır olan böyük şəxsiyyətdir. Hələ sağlığında əfsanələşən xalq tərəfində millətin atası ismini alan Hacı Zeynalabdin Tağıyevdir. Bakı sərmayədarları içərisində heç bir milyonçu onun qədər xalqa yaxın olmamışdır. O xalqla özü arasında daimi bir köprü salmışdır. Çünki o özü xalqın içərisindən çıxmışdır. Adi palçıq daşıyan tərəfdən adlı sanlı, qüdrətli sərmayədar dərəcəsinə yüksəlmişdir. Deyirdi, anası savadsız olan xalq kordur. O, millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək vurğulayırdı. Bir oğlana təhsil verməklə təhsilli bir insan, bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanmış olursunuz. Son illərdə bu böyük insan haqqında elmi kütləvi publisistik əsərlər yaransa da, Şərqin böyük filantropunun bioqrafiyasında öyrənməli mətləblər hələ çoxdur.
Zeynalabdin Tağıyev 1924-cü il sentyabr ayının 1-də saat 8-in yarısında vəfat etmişdir və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə böyük izdiham toplanmışdır. Nəriman Nərimanovun köməkliyi ilə Bakının Kommunist və Bakinski Raboçi qəzetlərində onunla bağlı nekrolog çap edildi. Azərbaycanın birinci xanımı UNESCO və İSOSCON xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Mərdəkanda böyük mesenatın və qızı Sara xanımın uyduğu görkəmli din xatimi Axund Əbturablı məqbərəsi bütövlüklə Pirəsən ziyarətgahı əsaslı şəkildə yenidən quruldu. Tariximizin 19-cu əsrin ikinci yarısı, 20-ci əsrin əvvəllərinin bütöv bir mərhələsini milli maarifçilik, milli dirçəliş dövrünü təmsil edən, halal zəhməti ilə, qazandığı sərvətlə bu prosesləri himayə edən Hacı Zeynalabdin Tağıyev xalqımızın qan yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi özünə əbədi heykəl uzatmış millət atası idi. Anası savaqsız olan xalq Çorluq ilə şərq dünyasının ilk mesenatı Hacı Zeynalabdin Tağıyev millətin tərəqqisində qadının rolunun düzgün qiymətləndirərək bütün İslam aləmində ilk dünyada milli qadın təhsil ocağının Azərbaycanda yaradılışı və banisi kimi də mədəniyyət tariximizə imzasını atmış böyük maarif fədaisi, tarixdə ilk qoymuş nadir şəxsiyyətdir. Bu böyük maarifçinin ömrünün sonuna dək mübarizə apardığı həyat amalının təməlində millətin tərəqqisinin özünün dediyi kimi yeganə çıxış yolu məktəb, yalnız məktəb təhsili olaraq prinsipi qurmuşdur. Ömründə heç bir təhsil almamış, imzasını güclə atmağı öyrənmiş Hacı Zeynalabdin Tağıyev millətə, insanlığa köməkdən, maarif və mədəniyyətin inkişafına, xalqın maariflənməsinə etdiyi yardımlardan mənəvi rahatlıq tapırdı. Nə xoşbəxtdir ki, Hacının arzuladığı ana dilli dünyəvi məktəb təhsil şəbəkəsi bugün müstəqil Azərbaycanda tam reallığa çevrilib. Sevindirici haldır ki, bugün sürətlə dünya təhsil məkanına inteqrasiya olunan Azərbaycanın təhsil sistemində 1664 məktəbə qədər təhsil, 4557 ümumi təhsil, 108 texniki peşə təhsili, 60 orta ixtisas təhsili və 51 ali təhsil müəssisəsi fəaliyyət göstərməkdədir. Bütün bunlar böyük maarifpərvər Hacı Zeynalabdin Tağıyevin vaxtilə arzuladığı ideyaların parlaq təntənəsidir. Hacı indi rahat uyuya bilər ki, millətlər arasında onun millətinin də imzası var və hər zaman da var olacaq.